Salam, bugün sizinlə dissosiasiya bölməsindən ətraflı yazılı cavab tələb olunan tapşırıqları işləyəcəyik. İlk sualda deyilir ki, 200 qram gümüş bir nitrat məhlulu elektrolizə uğradılmışdır. İlk öncə biz gümüş bir nitratın elektroz tənliyini yazaq məhlulda. Təbii ki, katodda metal, anodda oksigen qazı və məhlulda da nitrat turşusu alınır. Əmsallaşdıraq. Həmişə elektroz tənliklərini əmsallaşdıranda əvvəlcə suya 2 yazaq. O cür əmsallaşdırsaq daha tez əmsallaşma olar. 4 hidrogen olduğuna görə nitrat turşusuna 4 yazırıq. 4 azot var deyə gümüş bir nitrata 4. Gümüşə də yenə 4 yazırıq. Burada hər şey bərabərdir. Oksigen 12, 2, 14, 12, 2, 14. Bizə deyir ki, 200 qram gümüş bir nitratın məhluludur. Yəni, bunun içində nə qədər gümüş bir nitrat var biz bilmirik. Katodda 21,6 qram metal alınmışdır. Demək, katodda normalda 4 mol metal alınır. Çünki 4 mol gümüş bir nitrat elektrozu uğrayır. Bilirik ki, bir dənə gümüşün də kütləsi 108 olduğuna görə 4 moldan da 4 vur 108. Yəni, 4 mol gümüş bir nitratdan, gümüş bir nitratın kütləsi də 170'dir, özü verib. Demək, yazırıq 4 vur 170 qram duzdan əmələ gəlir 4 vuraq 108 qram gümüş bir nitrat. Məhlulda nə qədər gümüş bir nitrat olduğunu tapmaq üçün bizə köməkçi olaraq 21,6 qram metal əmələ gəlib deyir. Buradan hesablayırıq. X bərabər 34 qram. Yəni, biz əgər katodda 21,6 qram metal alırıqsa, deməli 34 qram gümüş bir nitrat elektrozu uğratmışıq. Bizdən soruşur ki, məhlulda duzun kütlə payını hesablayın. Omega bərabərdir maddə bölək məhlul. Məhlulumuz da 200 qramdır. Vuraq 100. Bunu da hesablasaq təbii ki 17 qram olacaq. Yəni, birinci cavabımız 17. Sonra deyir, məhlulda alınan turşunun mol sayını hesablayın. Biz baxırıq ki, 4 mol gümüş bir nitratdan 4 molda nitrat turşusu alınır. Yəni, 4 vur 170 qramdan 4 vurulsun 63 qram nitrat turşusu alınır. Lakin bizim məhlulda 4 mol gümüş bir nitrat yoxdur, 34 qram var. Bu zaman nə qədər nitrat turşusu alınır? Bunu hesablayırıq. Və yaxud da gümüşlə də tapa bilərdik bunu. Məsələn, deyərdik ki, 21,6 qram gümüş alınanda nə qədər turşu alınır bilinmir. Amma 4 dənə, yəni 4 mol gümüş, 4 vur 108 qram gümüş alınanda elə 4 molda turşu alınır. Bunu da hesablasaq, x bərabər elə 0,2 eləyir. Elə burada da 0,2 eləyir. Yəni, hər iki sulla biz turşunun molunu tapa bilirik 0,2. Yəni, birinci cavabımız 34 qram, ikinci cavabımız 0,2 mol turşu. Baxırıq. İkinci suala. Dəmir 2 xlorid duzunun birinci mərhələdə hidrolizin tam və qısa yöntəmliyindəki əmsallar cəmini tapın. Yəni, dəmir 2 xlorid duzunun hidrolizin tənliyini yazacağıq. Biz bilirik ki, bu zaman hidrolizin birinci mərhələsində əsası duz alınır. Yəni, burada alınacaq ferrium OH xlorid, dəmir hidroksixlorid, daha doğrusu dəmir 2 hidroksixlorid və xlorid turşusu. Bunun demək, ion şəklində yazaq. Dəmir 2 valentli D2 müsbət, 2 xlor mənfi, suyu olduğu kimi saxlayırıq. Əsası duzlarda bilirik ki, birinci mərhələdə ferrium OH müsbət və xlor mənfi əmələ gətirir. Bu oldu tam ion tənliyi. Tam ion tənliyində əvvəlcə əmsallara baxaq. Bizdən əmsallar cəmini soruşur. 1, 2 də bu 3, 4, 5, 6, 7 və 8. Demək, birinci cavabımız 8. İkinciyə baxaq, qısa yöntəmliyi. Burada ionları etməklə qısa yöntəmliyi tapa bilərik. Hər tərəfdən 2 xlor ionları ixtisar gedir. Demək, qısa yöntəmliyində qalır dəmir 2 müsbət, HOH və dəmir OH müsbət, bir də hidrogen müsbət. Burada da ionların molları olur 4.
Yəni ikinci cavabımızda da əmsallar cəmi elədi 4. İndi üçüncü suala baxırıq. Yenə birinci sualdan eyni tənliyi yazırıq. Deyir, argon nitrat duzunun suda məhlul elektroz zamanı katoddakı iyonu və anodda əmələ gələn maddənin formulu. Biz bunu əslində yazmışıq. Katodda əmələ gəlir gümüş, anodda da oksigen qazı. Cavab gümüş və oksigen. İndi keçirik dördüncü suala. Dördüncüdə nə deyir? Deyir ki, X2 karbonat duzunun suda məhlul elektroz zamanı katodda hidrogen ayrılır. Katodda hidrogen ayrılırsa, demək bu aktiv metallar olacaq. Məsələn, buradan valentlikdən də görürük ki, bu bir valentli metaldır. Natrium götürə bilərik, kalium götürə bilərik və s. Yəni, istənilən bir valentli aktiv metal götürə bilərik burada. Bunun elektrozunu yazırıq. Təbii ki, katod hidrogen, anodda oksigen, demək, məhlulda da qalacaq turşun. Bizə nə soruşur? Amma elektroz yox, bizdən hidroliz tənliyini soruşur. Onda biz hidroliz tənliyini yazaq. Biz bilirik ki, hidroliz uğrayanda bu duzun, hidrolizin birinci mərhələsində turş duz əmələ gəlir. Yəni, turşu dağının valentliyi metalın valentliyindən böyükdürsə, turş duz verirdi ilk mərhələdə. Və əsasi mühit yaranacaq. Çünki metalın aktivliyi turşudan güclüdür. İndi bunun tam və qısa yöntəmini yazaq. 2 natrium müsbət, karbonat 2 mənfi. Su olduğu kimi qalır. Turş duzlar ilk mərhələdə natrium müsbət, HCO3 mənfi. Bu isə natrium müsbət, OH mənfi. İxtisar edirik hər tərəfdə eyni iyonları. Əvvəlcə birinci mərhələnin qısa yöntəmliyini yazın və suda məhlul əmələ gətirdiyi mühiti müəyyən edin. Mühit təbii ki, dedik ki, qələvi mühitdir. İkincidə cavab qələvidir. Birinci mərhələnin qısa yöntəmliyini yazın deyir. Eyni iyonları ixtisar edirik. Qalır karbonat 2 mənfi, su və hidrokarbonat mənfi, bir də OH mənfi. İndi biz burada natrium götürük, bu kalium da ola bilər. Yəni, bunu X ilə də işarə eləsək, fərqi yoxdur. Yəni, heç nə dəyişməyəcəkdir. Eyni, yəni, tənliyə gəlib çıxacaqdır. Demək, cavabımızın biri budur. Yəni, birinci cavabımız budur. İkinci cavab isə qələvi mühit, onu da yazmışıq. 5-ci suala baxırıq. 5-cidə nə deyir? Demək, 3 dənə qab verib, birində natrium hidroksid məhlulu, digərində mis-2 sulfat, digərində gümüş bir nitrat. Və bizə deyir ki, şəkilə əsasən çöküntünün əmələ gətirən iyonları maddələr arasında reaksiyanın axıra kimi getmədiyi qabın nömrəsini, bir də neytrallaşma reaksiyasının tam iyon tənliyini yazın. Əvvəlcə birinci qabda görək nə baş verir. Biz bilirik ki, natrium hidroksid, sulfat turşusu ilə reaksiya gedir və neytrallaşma reaksiya. Bütün turşular, bütün hidroksidlərlə reaksiya gedir və həmin reaksiya neytrallaşma adlanır. Deməli, bu üçüncü biz birinci həll edəcəyik. Çünki neytrallaşma deyir. Əmsallaşdırsaq, yəni tam neytrallaşma baş verir. 2OH, 2H. Burada alınır natrium sulfat və su. İyon kimi də yazsaq, 2 natrium müsbət, 2OH mənfi, 2H müsbət, SO4, 2 mənfi. Yenə əmələ gəlir, iyonları da yazırıq və 2 molsun. Bu oldu tam iyon tənliyi, amma bizdən tam iyon tənliyi yazın deyir elə. Göstərilən tənlik tam iyon tənliyidir. Ola bilər ki, qısa iyon tənliyini də soruşsun, o zaman ixtisarlarımızı edirik. Qısa iyon tənliyində qalır 2OH mənfi, 2H müsbət, alınır 2H2O. Buradan da 2'lər ixtisar gedir. Yəni OH mənfi, H müsbət və H2O. Tənliyimiz bu cür yekunlaşır. İndi bizdən tam iyon dediyinə görə biz bu tənliyi götürəcəyik cavab olaraq. Yəni biz üçüncünün həllini yazdık. Bu üçüncünün cavabıdır. Sonra axıra qədər getmədiyi qabın nömrəsi.
2 dənə qabda da duzlardır. 2 dənə duz arasında reaksiya gedir. Məsələn, birincidə kalium kloridlə, daha doğrusu ikincidə mis-2SO4 arasında gedən reaksiyadır, mis-2 sulfat. Biz bilirik ki, duzla o vaxt reaksiya girər ki, alınanın biri çöküntü olsun. Əgər burada reaksiya baş versə, burada alınacaq mis-2 klorid duzu, bu həll olan. Bir də kalium sulfat duzu, bu da həll olan. Yəni, burada çöküntü olmadığına görə bu reaksiya getmir. Getmədiyi qabın nömrəsi. Demək elə 2-dir cavab. Getmədiyi qabın nömrəsi 2-dir. Nömrəsi yazaq bura 2. Bir də çöküntünü əmələ gətirən iyonları. Üçüncüdə nə deyir? Yine 2 duz verilmiştir. Bəli, bu reaksiya axıra qədər getmiş sayılacaq. Niyə görə? Burada alınır argentium 3PO4 və natrium nitrat. Biz bilirik ki, argentium 3PO4 sarı rəngli çöküntüdür. Demək, çöküntünü əmələ gətirən iyonlar gümüş 1 müsbətlə PO4 3 mənfi iyonlarıdır. Bu da bizim üçüncünün cavabı. Daha doğrusu birincinin cavabı da budur. Növbəti 6-cı suala baxırıq. Alüminium xloridin disosiasiya tənliyini yazın. Alüminium xlorid disosiasiya uğrayanda 1 mol alüminium 3 müsbət iyonu ilə 3 xlor mənfi iyonu əmələ gəlir. Birinci cavabımız bu. Tənliyi yazın. İkincidə nə deyir? Qrafikə əsasən suda həll olmuş alüminium xloridin mol miqdarını tapın və deyir alfa 20%'dir. Grafikdə nə göstərir? Grafikdə göstərir ki, 0,6 xlor mənfi iyon alıb. Biz bilirik ki, əgər 1 mol uğrasaydı 3 mol iyon alınardı. Əgər 0,6 mol xlor alıbsa, deməli 1 mol uğramayıbdı. 0,2 mol alüminium xlorid disosiasiya uğramışdır. Və sonra bizə şərt deyir ki, bu 20%'dir. Yəni 20%'i 0,2 mol alüminium xloriddən ibarətdir. Onda bizim götürdüyümüz ümumi nə qədərdir? Bunu da hesablasaq, eləyəcək 1 mol. Yəni biz 1 mol alüminium xlorid götürmüşdük. Onun 20%'i, yəni 0,2 uğramışdı disosasiyaya, 80%'i uğramamışdı. Onu da hardan bildik? 0,6 xlor əmələ gəlib, ondan bildik. Cavabımız demək mol miqdarını hesablayın. Bu da elədi 1 mol. 6-cı cavab 1. İndi 7-yə baxırıq. Kalium sulfatın suda məhlulun elektroz tənliyini yazın. Demək, aktiv metal olduğuna görə katodda hidrogen, oksigenli duz olduğuna görə anodda oksigen və elektroz tənliyində əgər katod hidrogen, anod oksigendirsə, yəni su parçalanıbsa məhlulda qalacaq duzun özü. Yazın, əmsallaşdırın. Sonra və duzun kütlə payının zamandan asılı qrafikini qurun. Biz bilirik ki, elektroz tənliyindən görürük ki, su parçalanıb, yəni qaz şəklində uçub gedib. Qalıb duz. Bu deməkdir ki, duzun kütlə payı əvvəlcə nə qədər idisə, ta ki sabit idi. Sonra su itirdiyinə görə, yəni daha qatı məhlul alındı da, qatılığı artdı. Onu da bu şəkildə ifadə edirik qrafiki. Keçirik 8-ci suala. Deyir ki, bizə natrium xlorid ilə qurğuşun nitratın əmələ gətirdiyi çöküntünün molu 0,7'dir. Əvvəlcə biz bu reaksiya tənliyini yazaq. Natrium xloridlə qurğuşun 2 nitrat. Burada alınır qurğuşun xlorid, bir də natrium nitrat. Əmsallaşdırırsaq bu reaksiyanı və deyir ki, çöküntünün molu 0,7'dir. Çöküntü qurğuşun 2 xlorid duzudur. Bu olur 0,7. X-da maddə miqdarıdır natrium xloridin. Yəni X mol natrium xlorid 0,7 mol çöküntü əmələ gətirib. Biz baxaq görək, bizim natrium xlorid nə qədər olubdur? Yəni bu X neçə olubdur? Tənlikdən də görürük ki, 2 mol natrium xloriddən 1 mol çöküntü alınır. Onda belə çıxır ki, natrium xloridin molu 1,4 olubdur. X-i tapdıq.
Tənliyi yazın, əmsallaşdırın, yazdıq, əmsallaşdırdıq, x hesablayın, x-i də tapdıq. İndi keçirik 9-cu suala. 9-da nə deyir? Deyir ki, maqnezium xloridlə natrium PO4 arasında məhlulda gedən reaksiyanın tənliyini yazın. Demək, maqnezium xlor 2 və natrium PO4. Burada alınır maqnezium ortofosfat çöküntüsü. Bir də natrium xlorid duzu. Əvvəlcə bunu əmsallaşdıraq. Maqnezium 3-dən olduğu üçün PO4 də 2-dir. Bu zaman natrium da, xlor da 6 olduğuna görə natrium xlorda 6 yazırıq. Bu bizim birinci cavabımız. Yazın, əmsallaşdırın. Əvvəlcə yazmalıydıq. Əmsallaşdırılmış forması bu şəkildədir. Yəni əmsalsız forması 1-dir, əmsallaşdırılmış forması da 2-dir. Sonra deyir ki, 0,6 mol maqnezium xloridin 0,6 mol natrium ortofosfatla reaksiyasından sonunda məhlulda qalan iyonların formulunu yazın. Biz bilirik ki, bu duzlar 3-ün 2 nisbətində reaksiya girir. Yəni 3 mol maqnezium xloridlə 2 mol natrium ortofosfat reaksiya girir. Bizdə də hər birindən 0,6 mol verilmişdir. Biz bunun hansını tam sərf edə bilərik? Məsələn, əgər maqnezium xlor tam sərf etmək istəsək, əgər 3 molu 0,6-dırsa, 2 mol olacaq 10,4. Bəli, biz bu reaksiyanı apara biləcəyik. Birdən, məsələn, düşünərik ki, niyə natrium ortofosfat tam sərf etmirik? Əgər natrium ortofosfatı 0,6 sərf ediriksə, yəni 2 həcm 0,6-dırsa, 3 həcm gərək 0,9 ola. Axı, ondan 0,9 yoxdur. Ona görə biz tam sərf edəcəyik maqnezium xloridi. Bundan heç nə qalmayacaq. Və natrium PO4-dən isə 10,4-ünü sərf edirik. Bu zaman 0,2 molda natrium ortofosfat artıq qalacaq. Qalar. Demək, 0,6 ilə 0,4 natrium PO4 reaksiya gedir. Məhlulda qalan deyəndə çöküntünü götürmürük. Çünki çöküntü süzü batırıq. Məhlulu əmələ gətirən ancaq həll olan duzdur. Və bu reaksiya nəticəsində əmələ gəlir 6 mol natrium xlorid. Ola bilər, molu da soruşa bilərdi ki, konkret hansı iyondan neçə mol qalır. Demək, biz baxırıq. Natrium burada 0,6 və 0,6 mol natrium maqnezium xlorid sərf edəndə 3-dən 0,6-dırsa 6-dan 1,2, yəni 2 dəfə artıq natrium xlorid də əmələ gəlir. 1,2 də natrium xlorid. Bu əmələ gələndir. Bir də artıq qalan 0,2 mol natrium PO4 burada yazmışıq. Yəni iyonların molu olacaq 6 mol natrium, 1,2 mol da natrium burada. Yəni natrium əməli artıq qalır. Sonra PO4 artıq qalır. Bir də xlor artıq qalır. İndi molu da göz qabağındadır. 6 xlor buradadır. 0,2 də PO4 burada artıq qalıbdır. Yəni iyonların molu 6 mol natrium, bir də 0,6. 6,6 mol natrium qalır, 0,2 mol PO4, 6 mol da xlor qalır. Amma hal-hazırda bu molu soruşmur bizdən. Sadəcə iyonları soruşur. Cavabımız olacaq natrium, xlor və PO4. Sonra 10-cu suala baxırıq. 10-cuda nə deyir? Deyir ki, bizə natrium sulfatın dissosiasiyası zamanı, duzun və əmələ gələn iyonların mol sayının zamandan asılılığı verilmişdir. Demək, natrium sulfatın dissosiasiya tənliyini yazırıq. Bu zaman əmələ gəlir 2 natrium müsbətlə 1 SO4, 2 mənfi. Burada deyir, duzun bir də əmələ gələn iyonların mol sayı verilmişdir. Biz baxırıq ki, əmələ gələn iyonların molunu B götürüb, əmələ gələn iyonlar, bax bunlar olacaq B. Demək, 1 mol artıq qalıbdır. Görürsünüz, başlanğıc maddə natrium sulfatı nə qədər götürülüb bilinmir. Göstərir ki, 1 mol artıq qalıb. Kənarda yazırıq, 1 mol natrium sulfat artıq. Yəni, dissosiasiya etməyibdir. Dissosiasiya etməyib. Bəs neçə mol dissosiasiya edib? Baxırıq ki, 2 dənə iyon əmələ gəlir. Biri 4, o
O birisi də nə qədərsə bilinmir, amma o 4-dən çoxdur. Biz bilirik ki, natrium sulfat dissosiasiyaya uğrayanda 2 mol natrium alınır, 1 mol SO4 iyonu alınır. Yəni az alınan 4 moldur. Az alınan sulfatdır da. Əgər sulfat 4 mol alınıbsa, natriumundan 2 dəfə artıq alınır, 8 alınacaq. Əgər 8 natrium alınıbsa, deməli dissosiasiyaya uğrayan doz 1 mol yox, çünki birindən 2 alınır. 4 moldur. Aha. Demək 4 mol natrium sulfat da dissosiasiya edib. İndi B nəyə bərabərdir? B-ni tapdıq 8. Çox iyonun moludur da. Demək B oldu necə? 8. B 8'dir. Sonra deyir A'nın və B'nin qiyməti. B'ni tapdıq. A'nın qiymətini necə tapacağıq? A nədir bizdə? Dissosiasiyaya uğrayan, daha doğrusu götürülən ümumi natrium sulfatdır. Yəni azalan xəttindən veriləndir. Amma başlanğıcıdır. Yəni burada həm uğrayan, həm uğramayan var. Uğramayanı bilirik 1'dir. Baxın, uğramayan 1'dir. Uğrayan da 4'dür. A da bunların cəmidir də. Yəni A bərabərdir 5'ə. A'nı da tapdıq. A oldu 5, B oldu 8. Daha nə soruşur bizdən? Deyir ki, duzun dissosiasiya dərəcəsini faizlə hesablayın. Əgər ümumi 5'dirsə, dissosiasiya edən də 4'dürsə, biz bilirik ki 5'də 4 80% deməkdir. Demək, A-nı da tapdıq, B-ni də tapdıq, dissosiasiya dərəcəsini də tapdıq. Cavab 5, 8 və 80%. İndi 11'ə baxırıq. 11 çox rahat sualdır. Bizə deyir ki, nitrat cədvəli tamamlayın. İyon şəklində. Təbii ki, NOH mənfi. Hidrosulfat HSO4 mənfi. Hidroortofosfat HPO4 2 mənfi. Keçirik. Burada nə deyir? Alınan iyonların mol sayı 12'də. Əvvəlcə duzun formulunu yazaq. Natrium ortofosfat. Buradan əmələ gəlir 3 mol natrium, 1 mol ortofosfat iyonu. Yəni 4. Sink xlorid. Sink 2 müsbətlə 2 xlor mənfi, yəni 3. Alüminium sulfat. 2 alüminium 3 müsbət, 3 SO4 2 mənfi. Bu da eləyir 5 mol. 13-cü suala baxırıq. Cədvəli tamamlayın. Nə göstərir cədvəldə? Məhlullar qarışdıran maddələr daxil olan iyonlar. Biz bilirik ki, həmişə daxil iyonları, yəni hansı iyonlar arasında reaksiya getdiyini bilmək üçün qısa yöntəmli ilə işləyirdik. Burada əmələ gəlir kalium xlorid və su. Sonda suyu olduğu kimi saxlayırıq. Yəni qısa yöntəmli olacaqdır. Yəni hansı iyonlar arasında reaksiya gedir deyəndə H müsbətdən OH mənfi. Eləcə də burada nəyə görə reaksiya axıra qədər gedir? Kalsium karbon çöküntüsü alındığına görə. Demək, iyonlar hansı iyonlar arasında reaksiya baş vermişdir? Kalsium 2 müsbətlə karbonat 2 mənfi. Eləcə də duzlar arasında niyə görə bu reaksiya axıra qədər gedir? Çünki burada argentin klorid çöküntüsü əmələ gəlir. Yəni argentin müsbətlə xlor mənfi arasında reaksiya baş verir. Eyni mövzudadır burada da. Bu iki duzlar qarışdıqda baş verən reaksiyanın tam və qısa yöntəmlərini tərtib edin. Əvvəlcə reaksiyanı yazaq. Molekulyar tənlik yazılır. Burada alınır kalsium ortofosfat, bir də natri xlorid duzu. Və bu tənlik mütləq əmsallaşdırılır. Kalsium 3 moldu, PO4 2 moldu, natrium və xlor 6 olduğuna görə bura 6 yazırıq. Bu oldu molekulyar tənlik. İndi tam iyon tənliyini yazaq. Yəni birincinin həlli. 6 natrium müsbət, 2 PO4, 3 mənfi. Demək 3 kalsium 2 müsbət, 6 xlor mənfi. Bu zaman duz olduğu kimi, çöküntülü olduğu kimi saxlayırıq. Və 6 natrium, 6 xlor iyonu əmələ gəlir. Tam iyon tənliyi bu şəkildədir. İndi tam iyon tənliyində iyonları ixtisar edərək qısa iyon tənliyini alacağıq. 6 natriumlar ixtisar gedir, 6 xlorlar ixtisar gedir. Qısa iyon tənliyi olacaq. 2 PO4 3 mənfi, 3 kalsium 2 müsbət, əmələ gəlir kalsium 3 PO4 çöküntüsü.
Bu da oldu qısa yöntəmli. 15-ci suala baxarıq. 15-də deyir ki, 0,1 mol XnYO3M duzu disasasiya edir, tam disasasiya. Burada da göstərir ki, bəli, əmələ gələnlər 1 mol XM-dən 3 mol YO3-dür. Onda belə çıxır ki, birindən də elə 1 mol XM-dən 3 mol YO3 əmələ gətirir. Yəni, X olub 1 dənə, YO3 olub 3 mol. Duzun formulu bu şəkildədir. Buradan əmələ gəlir 1 mol X, 3 mol YO3. Bizdən soruşur ki, N və M-in qiymətini. Demək ki, M YO3-ün indeksi idi. Yəni, M oldu 3, N də X-in indeksidir. N də bərabərdir 1-ə. M-i də tapdıq, N-i də tapdıq. Bir də Y-in oksidaşma dərəcəsi. Burada X, YO3, 3 dəfə oksigen mənfi 2-dir. X da valentliyi 3-dür deyə və metaldır. Çünki turşu qalığı birləşib. Metalların da valentliyi həmişə müsbət olurdu. Yəni 3 müsbət. Hesablasaq, mənfi cəbri cəm 0 etməlidir deyə burada Y-də olur müsbət 1. Yəni 15-ci cavabımız M3, N1, oksidaşma da müsbət 1. Bu 15 idi. 16-ya baxırıq. Deyir, 2 mol dəmir 3 xloridin disasasiyasından alınan iyonların molu. Əvvəlcə biz baxaq görək, 1 moldan neçə iyon əmələ gəlir. Bir dənə dəmir 3 müsbətlə 3 dənə xlor mənfi iyon əmələ gəlir. 1 molundan. Amma 2 mol dediyinə görə artıq bu əmsallar 2-yə vurulacaq. Yəni 2 dəmirlə 6 xlor əmələ gəlir. İndi bizdən nə soruşur? Yəni ümumilikdə 8 iyon əmələ gəlir. 80% dediyinə görə 8-i vuracaq 0,8-ə. Boyacaq 6,4. Yəni birinci cavabımız 6,4. Və deyir ki, bu səfər 75%-lə hesablama, ancaq aniyonları hesabla. 100%-lə 6 aniyon əmələ gəlibsə, 75%-lə də, yəni 6-nı vuracaq 4-də 3-ə. Bu da eləyəcək 4,5. Burada da mühiti göstərin. Təbii ki, mühit güclüyə görə idi. Burada metal güclüdür deyə olacaq qələvi. İkincidən, hər ikisi zəifdir. Neytral. Üçüncüdə turşu qalığı metaldan güclüdür deyə turş mühit. 18-ci suala baxırıq. Yenə gümüş bir nitratın elektrositəlini yazırıq. Aha, biz bunu bayaq da yazmışdıq. Əmələ gəlir katod gümüş, anod oksigen, məhulda da turşu qalırdı. Əmsallaşdırırdıq. Deyir ki, duzun 2 molundan anodda alınan maddənin molunu tap. Duzun 4 molundan, bax görürsünüz 4 moldur. 4 molundan anodda alınır 1 mol oksigen qazı. 2 molundan da yarısı qədər, yəni 0,5 mol. 18-də də cavab 0,5. 19-a baxırıq. Duzlar verilmişdir. Kalium florid, natrium 2S və mis-2 xlorid. Cəryan keçirdikdə ilk olaraq anodda və katodda alınan maddənin formulunu yazın. Əvvəlcə bunların anodlarını da, katodlarını da tapaq. Biz bilirik ki, duzun tərkibində oksigen və ya flor varsa, bu zaman anodda alınacaq oksigen qazı. Oksigen və flor yoxdursa, turşu qalığı nədirsə o alınacaq. Məsələn, kükürdürsə kükürd, xlordursa xlor, bromdursa brom. Yəni anodları tapdıq. Katoda baxaq. Duzun tərkibində aktiv metalllardırsa katod hidrogendir. Yəni hər ikisində katod hidrogendir. Kuprum HCl olarsa, bu zaman katod ilə metalın özü alınacaq. İndi bizə deyir ki, ilk olaraq. Biz bilirik ki, anodda oksidaşma ardıcılığı var idi. Bir də katodda kationların, yəni aktivli sırası var idi. Əgər oksigen kükürd xlor arasında ilk olaraq hansı deyilirsə, götürəcəyik kükürd. Yəni ilk olaraq kükürd alınacaq aktivli sırasına əsasən. Katodda da hidrogenlə misdirsə, təbii ki, ilk olaraq mis alınacaq. Cavabımız
Birinci də kükürt, ikinci də mis. Bunu da katyonların və anyonların aktivli sırasına əsasən tapdıq. 20-ci sualda. Natrium xloridin suda məhlulun elektrolizi. Təbii ki, natrium xloridin suda məhlul elektroliz tənini yazmaq üçün bayaq da dedik ki, duzun tərkibində aktiv metal katod hidrogendir. Oksigen yoxdursa, anod turşu qalğının özüdür. Və oksigensiz duzlarda katod hidrogen, anod oksigen deyilsə, bu zaman məhlulda alınır hidroksid. Bizdən anodda alınan maddə xlordur, katodda hidrogendir, məhlulda da natrium hidroksiddir. 20-ci, bu da sonuncu sual idi. Bu qədər. Kanala abunə olmağı və bəyənməyi unutmayın. Şərhlərdə irad və təkliklərinizi yazmağı unutmayın. Sağ olun.